olmazdı. Mən də istərəm ki, bir qəmli notlara toxunaq orada ki, İmam Hüseynin son anda Həzrəti Əli Əkbər ağanın ki, başı üstündə gəlib bir zəban halı oxuyur orada. İstəyirəm onu tamaşaçılarımızın da sizlərin diqqətini çatdıram. Ki, ey bağ nübüvvətdə müəttər Əli Əkbər, ey bağ baharım, gül-i əhmər Əli Əkbər, xərc eylədin öz ömrünü həqqin sorağında, oldun belə həqq əhlinə məfxər Əli Əkbər. Səndən sonra kül başına dünyanın ey oğlum, dünyaya ki gəlməz daha digər Əli Əkbər. Peyğəmbərin ətrin axı biz səndən alırdıq. Peyğəmbərin ətrin axı biz səndən alırdıq. Xilqətdə sən idin ona bənzər Əli Əkbər. Bu hamısı İmam Hüseynin dilindən də, İmam Hüseynin sözləridir. Hətta üzün görən, dedi sehr eyləyib Hüseyn, gəlmiş özü meydana Peyğəmbər Əli Əkbər. Allah nə əcib mənzərə səhrada yaratmış, gül cismin olub gül kimi pər-pər Əli Əkbər. Bir andaca səhranı gülüstana çevirdi, gül misli təravətli bu peykər Əli Əkbər. Bilməm bu nə haldı, elə bil feyzə çatırdı. Bilməm bu nə haldı, elə bil feyzə çatırdı. Öpdükcə o gül xəncər Əli Əkbər. Bəs mən nə deyim körpə rüqəyyaya, səhərdən dildə eləyib adını əzbər Əli Əkbər. Toprağa yazıb adın üzarın yerə qoymuş, susmur çağırır hey Əli Əkbər Əli Əkbər. Yatma, gedək əxyamə bibün Zeynəbə xatir, əl-an yaşanır təllidə məhşər Əli Əkbər. Düzdür səni öz dininə ehsan eləyibdir, himmətli anan çox səni istər Əli Əkbər.